hədəflər Amma böyümək orada üçün... baxıram, qapı arkasına bax. Burada yeri görünür. Əlbəttə, gözəl görsənməsi üçün stadionun dörd tərəfinin tribun olması daha gözəldir. Digər tərəfdə meydança var. Oranı başa düşmək olar. Amma bax, bu hissədə məncə olsa əla olar və üstəgəl üzbəüz hissəsində daha da böyütmək mümkündür. Bu ehtimal da var. İndi imkan varsa göstərək, komanda idarə heyətinin sədri Ehtram Quliyev son məsələlərlə bağlı danışıb. Burada təbii ki, növbəti mövsüm üçün meydanın təbii ot örtüyünə keçirilmə prosesi var ki, bax, buna toxunur. Bir məqam məni narahat eləyir. Azarkeşlərimizin unikallığı, möhtəşəmliyi, komandalarına bağlılığı hər kəsə məlumdur. Mən komandanın azarkeşlərinin ayrı qalmasını düşünə bilmirəm. Ev oyunlarını doğma şəhərdən uzaqda keçirmək bu dəstəkdən məhrum olmaqdır. Azarkeşlərimiz həqiqətən bizim o ikinci oyuncumuzdur. Tovuza yaxın olan Gəncə şəhər stadionunun 3-cü MDB oyunlarına hazır olması gözlənilir. Burada futbol yarışları da müəyyən müddət davam edəcək. MDB oyunları zamanı klubların orada oyun keçirməsi nə dərəcədə real olduğunu hələ bilmirik. Ona görə də həm AF, həm də Peşə Futbol Liqası rəhbərliyindən növbəti mövsümdən birinci dövrəsini bütün oyunlarını səfərdə keçirmək üçün köməkli göstərmələrini rica eləyirəm. Qeyd etdiyim kimi bunu azarkeşlərimizdən, o möhtəşəm atmosferdən uzaq qalmamaq üçün istəyirik. Təbii burada Ehtram müəllim dediklərində haqq var, amma indi bir məsələ də var ki... Digər komandalar razı olarmı buna? Peşə Futbol Liqası da AFO-da razı olsa, digər komandalar razı olarmı? O məqam var, əlbəttə. Çünki heç kim istəməz ki, Turan Tovuz ikinci dövrədəki bütün oyunlarını evdə keçirsin. Bu çox böyük avantajdır. Birinci dövrədə dezavantaj kimi görsənə bilər, amma nəzərə alaq ki, Turan Tovuzun azarkeşləri səfərdə də ev havası yaradırlar. Məsələn, Qarabağla, Tofiq Bəhramovda ev havası yaratmışlar və onlar orada Qarabağ azarkeşindən daha çox ödəşdirlər. Araz Naxçıvanla da yaratmışlar, Sabahla da yaratmışlar, hətta Neftçi ilə də yaratmışdılar. Ona görə də Ehtram müəllimin təbii istəyin yaxşı istəkdir. Çünki komanda evdə oynayanda Turan azarkeşi, Turan Tovuz azarkeşi fantastik apava yaradır. Bu Azərbaycan futbolu adına çox gözəl təşəbbüsdür. Çünki mən yenə deyirəm, Azərbaycan stadionlarında bu cür apavanı şamla axtarırıq. Həqiqətən yoxdur. Belə azarkeş dəstəyi, stadionun belə dolu olması, azarkeşin oyuna təsiri məsələsi var. Biz deyirik, qələbəyə səsləmək başqa. Turan Qarabağ oyunu, Turan Tovuz Qarabağ oyunu birbaşa azarkeşin belə deyək, idarə etdiyi maç idi. Tempi azarkeş qaldırıb saldırırdı. Yəni, azarkeşsiz və azarkeşli oyun arasındakı fərqi ortaya qoyan çox ciddi mənzərə idi həmin görüş. Bir də Ramiz, indi birini qoyub birini danışan bu bəzən bizə şərhlərlə baxılan fikirlərə Azərbaycan çempionatının bəzi oyunlarında tənqid edir. Amma Tovuz şəhər stadionunda keçirilən oyunlarda Sibsportdan oyunu izləyən izləyicilər də şərhçilikdən razı qalırlar. Bir əslində bunun sirri nədir? Bir şərhçi dolu tribunların önündə şərh eləyəndə o atmosferi futbolçular kimi sən də öyrəncisən və daha keyfiyyətli şərh qoyursun ortaya. Futbol şərhmək ləzzət eləyirsən. Bir də var boş tribunada, Libonada ya arenanın, yəni boş tribunaların önündə şərh eləyirsən. Öz səsini özünə işləyirsən. Az qaldı ki, bir dəfə mənim başıma gəlmişdi. U21 komandamızın oyununu şərh eləyirdim. Həmin vaxtı Samir Əliyevdir U21 baş məşqçisi. Orada bir epizoda çox kəskin şəkildə öz etirazımı bildirdim. Orada Samir Əliyev düşündü və mənə bildirdi ki, həqiqətən sən doğru deyirsən, orada Fərdi Yusifli ötürmə etməlikdir, çərbə indirdi. Bax, öz səsim təsəvvür meydana qədər gəlir, futbolçulara qədər gəlir. Sən səsin məşqçiyə gedib çıxır. Yəni, təbii, həmin atmosferdə şərh eləmək mümkün deyil. Açığı, yəni, Azərbaycan futbolunda... Bu da var. Bu da digər yaralı. Bu 15-20 ildir ki, bu problem davam edir. Yəni, Tofiq Bəhramovda vaxt var idi, Bakıda oynayırdı orada. Deyək ki, Neftçi də oynayırdı orada. Oyunlar orada Azərbaycan çempionatında, o 30 minlik stadionda Azərbaycan çempionatı oyunları keçirilirdi. Yəni, öz futbolçunun oradan nəfəs almağının hənirtisi sənin qulağına gəlir. Yəni, elə oyun əlbəttə ki, biz o pandemiya vaxtında tribunalarda azarkeşlər yox idi. Sanki bütün dünya üçün bu çox qəribə görsənirdi. Amma yəni, bizim üçün öyrəşdiyimiz mənzərə idi. Azərbaycan çempionatında oyunların 90% o cür keçirdi. İndi şükürlər olsun ki, regionlarda komandalar var. Deyək ki, Şamaxı evində oynayanda azarkeş gəlir, dəstək olur. Turan Tovuzun adını deməyə ehtiyac yoxdur. Onlar tamamilə